Prodüser Təranə Səmədova azadlığa çıxıb. Axşam.azın məlumatına görə dünən məhkəmə zalından azadlığa buraxılıb. Dünən Bakı Apellyasiya Məhkəməsində məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədaya Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Trendin məlumatına görə hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz demək üçün məhkəmədən vaxt istəyib. Proses mayın 20-sinədək təxirə salınıb. Beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev maraqlı bir təkliflə çıxış edib. Ekspert universitetlərin bir çox fakültəsinin rayonlara köçürülməsi, orada universitetlərin açılması təklifini irəli sürərək bunu həmin rayonun inkişafına təkan verəcəyini qeyd edib. O həmçinin bildirib ki, belə olan halda Bakıda əhalinin sayında müşahidə olunan artım da səngiyəcək. Universitetləri köçürməklə nə əldə edəcək? Universitet açılan rayon sürətlə inkişaf edəcək. Biznesmenlər orada kafelər, yataqxanalar, əyləncə yerləri açacaq. Rayon əhalisi evlərini kirayəyə verib pul qazanacaq. Kirayə qiymətləri Bakı qədər yüksək olmayacaq. Həmin rayonda xidmət sektoru və məşğulluq artacaq. Bakıya olan miqrasiya azalacaq və Bakının infrastrukturu rahatlayacaq. İndi soruşuram ki, universitetlərin köçürülməsinə əngəl varmı, yoxdursa niyə tədricən həyata keçirilmir? Bakının Maşdağı qəsəbəsində ailə münaqişəsi zəminində insident baş verib. Bakı Postun məlumatına görə qəsəbə sakini 1984-cü il təvəllüdlü Ceyhun Xudabaxışov həyat yoldaşı Rəna Aslanovanı döydükdən sonra üstünə benzin tökərək od vurub. Ağır dərəcəli yanıq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abbəkirov deyib ki, Rəna Aslanovanın yanıqları 1-2-ci dərəcəlidir. Həyatı üçün təhlükə yoxdur. Venezuela prezidenti Nicolas Maduro yaxın vaxtlarda Sankt-Peterburqa gələcəyi gözlənilir. Məlumata görə o Rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Məlumata görə Rusiya səfər çərçivəsində Venezueladakı problemlər müzakirə olunacaq. İstanbulda bələdiyyə seçkilərinin nəticələri ləğv edildi. Bu barədə qərarı Ali Seçki Komissiyası qəbul edib. AKP-nin YSK təmsilçisi Twitter səhifəsində bildirib ki, YSK İstanbul Böyükşəhər Bələdiyyə sədri seçkisinin ləğvinə və yenidən keçirilməsinə qərar verib. Məlumata görə seçkilər iyunun 23-də keçiriləcək. İstanbuldakı seçkilərin nəticələrinin ləğv edilməsindən dərhal sonra CHP hərəkətə keçib. Partiya başqanı Kemal Kılıçdaroğlu fövqəladə toplantı keçirir. Qeyd edək ki, YSK İstanbuldakı seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib. Respublika Baş Prokurorluğu Aynes Müstəqil Yayım və Media şirkəti MMC-nin açılacağı barədə məlumatlara aydınlıq gətirib. Baş Prokurorluqdan bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Aynes Müstəqil Yayım və Media şirkəti MMC-nin vəzifəli şəxslərinin barəsində Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işinin icraatına bəraət verici əsaslarla xitam verilməsi barədə informasiyalar yayılıb. Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyul 2016-cı il tarixli qərarı ilə Milli Televiziya və Radio Şurasının Aynes Müstəqil Yayım və Media şirkətinə qarşı kütləvi informasiya vasitələrinin fəaliyyətinə xitam verilməsi barədə iddiası təmin edilərək şirkətə verilmiş xüsusi razılığın qüvvəsinə və telekanalın fəaliyyətinə xitam verilib. Baş Prokurorluqda istintaq edilən Aynes Müstəqil Yayım və Media şirkəti MMC-nin vəzifəli şəxslərinin vətəndaşların hüquqlarını pozan, habelə qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməkdən yayındıran və başqa cinayət əməllərinin törədilməsi üzrə cinayət işinin icraatına şəraitin dəyişməsi ilə əlaqədar onlara aid hissədə xitam verilib deyə məlumatda bildirilib. Qeyd edək ki, Aynes Müstəqil Yayım və Media şirkəti MMC-nin prezidenti Vahid Mustafayev Facebookdakı səhifəsində bir müddət əvvəl Baş Prokurorluqdan məktub aldıqlarını yazıb. Bir müddət əvvəl Azərbaycan Respublikasının prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz Aynesə tam bəraət qazandıran məktub aldıq. Məktubda deyilir ki, 2016-cı ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanla aparılan tədqiqatlarda
Aynes Yayın və Media şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi. Xatırladaq ki, Aynes müstəqil yayın və media şirkətinin fəaliyyəti 18 iyul 2016-cı ildə dayandırılıb. Milli Televiziya və Radio Şurasının yaydığı məlumatda bildirilib ki, Aynes müstəqil yayın və media şirkətinin Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub. Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb. Bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fethullah Gülenə və onun tərəfdarlarına dəstək verib. Rusiya Fövqəladə Hallar Nazirliyinə Azərbaycanın Moskvadakı səfirliyində yanğın çıxması ilə bağlı məlumat daxil olub. Bu barədə Qafqaz Infoya istinadən məlumat verdik. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə virtual.az.org-a bildirib ki, Rusiya kütləvi informasiya vasitələrinin diplomatik korpusun binasında yanğınla bağlı yaydıqları xəbər dezinformasiyadır. Hazırda biz səfirlikdəyik və burada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə dərc edilmiş Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları kitabının təqdimat mərasimi keçirilir. Tədbir çərçivəsində həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü qeyd olunur deyə Polad Bülbüloğlu deyib. Ölkədə həllin illik artımı doğulanların sayı dünyasını dəyişənlərin sayını 2,5 dəfə üstələyir. Oxazın məlumatına görə bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən Heydər Əliyev İrsi və Sosial Siyasət adlı konferansda çıxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə 1993-2003-cü illərdə müşahidə edilən çətinliklərə baxmayaraq pensiya və müavinətlər 8 dəfə, orta aylıq əmək haqqı 6 dəfə artırılıb. Biz xaricdən alınan kreditlərin hesabını ölkəmizin əhalisinə dəstək olmuruq. Azərbaycan dövləti öz vəsaiti hesabına əhalisinə dəstək göstərir. Ölkəmiz yoxsulluq səviyyəsini 5%-ə endirən 29 ölkədən biridir. Digər tərəfdən Azərbaycanda müsbət demografik artım baş verir. Ölkədə əhalinin illik artımı doğulanların sayı dünyasını dəyişənlərin sayını 2,5 dəfə üstələyir. Nazir bildirib ki, Azərbaycanda artıq minimum pensiya məbləği yaşayış minimumunu üstələyir. Azərbaycan minimum pensiya məbləğinə görə MDB məkanında Qazaxıstanla birlikdə ilk 2 yeri paylaşır. Eyni zamanda bu il işlə təmin edilməsi nəzərdə tutulan 38 min nəfərin 94%, başqa sözlə 35.730 nəfəri artıq müvafiq işlərə cəlb edilib. Ölkədə əmək fəaliyyətinin legallaşdırılması istiqamətində aparılan tədbirlərin səmərəsi ilin sonuna qədər daha da çoxalacaq. 2019-cu ilin birinci rübündə əlilliyin təyinatı halları ötən ilin müvafiq dövrünə nisbətən 55% azalıb deyə Sahil Babayev qeyd edib.